Bu S-dən çox istifadə edəcəyik. Ona görə bunu qəşəng öyrənmək. Bir dənə ekranı düzəldim mən. Əla, başladıq. Tutum sözünün leksik mənasını istəyirəm sizdən. Nə deməkdir mənası? Mən tutum sözü var. Tutum. Fizikada demirəm ha. Fizikada demirəm. Bəli, tutumu. Məsələn, bəli. Bax deyirik ki, bu qabın tutumu nə qədərdir? Məsələn, bir qab alırıq, deyirik bunun tutumu nə qədərdir? O da mənə deyir ki, 5 litrdir, 3 litrdir. Bax bu tutum sözü oradan gəlir. Tutum bərabərdir Q bölünsün U-ya. Ona görə də, məsələn, əlimizdə var bir qab. Bizim qabımız 5 litr su tutur. Deyək ki, bax bir dənə belə bir sürahi var. Bunun içi nə deyirlər buna? Bunun içi 5 litr su tutur. Tutumu 5 litrdir. Ancaq mən gətirirəm bunun içinə yarısından su tökürəm. 3 litr su tökürəm. Onda bunun tutumu dəyişəcək. Dəyişməyəcək. Necə dəyişə bilər? Bu elə 5 litr tutursa, sadəcə su yarısından olacaq, o qədər. Ona görə də deyirik ki, bu tutum nə Q-dən asılı deyil, nə U-dan, gərginlikdən asılı deyil. Orada qrafiklər verəcəklər bizə. Qrafik verdi deyək ki. Bu S-dir, bu da Q-dür, U-dur. Biraz tələsik yazıram, qrafiklərə siz fikir verməyin. Asılı deyil götürəcək hər ikisini. Ancaq bu sizin beyninizi qarışdırmasın ki, S Q ilə U-dan asılı deyilsə, o deməkdir ki, o sadəcə asılı olmayan S-dir. Q özlüyündə S-dən asılıdır, U da S-dən asılıdır. Məsələn, desə ki, tutumu 2 dəfə artırsam, yük neçə dəfə artar? Yük də 2 dəfə artar. Yük tutumdan asılıdır. Gərginlik tutumdan asılıdır. Ancaq tutum bunların heç birindən asılı deyil. Bəs yaxşı, bu tutum dediyimiz nədən asılıdır? İndi gəlin ona baxaq. Burada bizim intensivliyin bir düsturu, yox, intensivliyi qatmayaq ya da içi. Bu tutumun bir dənə də vacib düsturunu mən sizə deyim. Bax, bunu da qeyd eləyin. Çox, onsuz da o qədər göstərir. Bəli, onsuz bunu o qədər görəcəyik ki, yəni istər-istəməz əzbərləyəcəyik də bunu. Hə, onu o qədər deyəcəm ki, testin içində əzbərləyəsiniz. Məcburən əzbərləyəsiniz. İndi baxıram. Bu nə? Bəs bunlar nə deməkdir? İndi bir onu da çəkeyim hər ehtimala qarşı sonra. Belə bir. Bax belə bir panel götürək 2 dənə. Bu panelin birini mənfi yükləyək, müsbət yükləyək, birini də mənfi, fərqi yoxdur. 2 dənə panel var əlimizdə. Bu panelin tutumu asılıdır. Bunun arasında əvvəlcə bir dielektrik daxil eləyəndə biz bir dielektrik içlik daxil eləyirik də, belə deyək ki, içlik daxil eləyəndə bunun yükünü artırırıq da, ümumən bunun tutumunu artırmış oluruq. Bax bu epsilon, bax bu içlikdən asılıdır. Bu epsilon 0 isə bunun özünün daxilində olan içlikdir. Bu belə. Sonra bəs bu S nədir? S-ə baxaq indi. S bax bu panellərin öz sahəsidir, fiqurunun sahəsidir. Bax biri var bu panel bu boyda olsun, düşünün. Biri də var ki, bu paneli biz bu qədər götürək. Hansının tutumu daha böyük olar? Əlbəttə ki, sahəsi böyük olanın tutumu da böyük olacaq. Bəs yaxşı, bu D nədir? D də bu iki panelin arasındakı məsafədir. Bu panelləri biz nə qədər uzaqlaşdırsaq, istər-istəməz tutum da azalacaq, yaxınlaşdıranda artacaq da, arasındakı əlaqə artacaq. Yəni, yenə bunu başa salmaqda məqsədim odur ki, bunu da kör-körənə əzbərləməyin. Məntiqlə düşünün ki, deyir ki, S-lə necə asılıdır? Düz asılıdır sahə ilə. Məsafə ilə necə asılıdır? Tərs asılıdır. Bu da belə. Sonra, məsələn, deyə bilər ki, içlik, məsələn, epsilon bərabərdir 2 içlik daxil etdik. Tutum neyniyər? Necə dəyişər? Nə deyərsiniz? Aha, indi bu tutumun, bəli, tutumun, bax, bu düsturun bir kənardan qeyd edeyim. S bərabərdir, epsilon 0, S bölünsün D. Bunu buradan qeyd elədik. İndi gəlin bunu biraz çıxarışlar eləyək. Bax, buradan 10-u götürək. Bu bərabərdir nəyə?
Q bölünsün S ilə. Aha. İndi mən sizə desəm ki, o yüklə necə asılıdır, Q ilə necə asılıdır, deyərsiniz düz. Desəm S ilə necə asılıdır, deyərik tərs. İndi gəlin bunu biraz da açaq. Bu bərabərdir. Q-nü olduğu kimi saxlayıram. S-ni yerinə yazıram epsilon, epsilon 0 S. D-ni də qaldırırıq yuxarıya. İndi mənə desə ki, gərginlik sahə ilə necə asılıdır, deyərəm tərs asılıdır. Mənə desə gərginlik aradakı məsafə ilə necə asılıdır, deyərik düz asılıdır. Epsilonla necə asılıdır, tərs asılıdır. Sonra gərginliyi araşdırdıq. İndi gəlin. Onun intensivliklə düsturu necə idi? Qarışdırdım. Hı, hə, yox. Bayaq bəli. Delta deyə, delta deyə. Bax bu bayaq yazdığımdır. Bax bunu bayaq yazdım sizdən. Düzdürmü? İndi burada unun yerinə mən gətirib bayaqkı düsturu qoysam, nə qoymuşduq unun yerinə? U bərabər idi. Q bölünmüş epsilon, epsilon 0 S D. Onun yerinə gətirirəm, bunu yazıram. Yazıram Q D, epsilon, epsilon 0 S. D-nin də yerinə olduğu kimi D-ni saxlayıram. Bu D-lər ixtisar gedir. Deməli, intensivliyin düsturunu məndən soruşsa, nə qalır yerdə? Bəli. E bərabərdir. Q bölünsün epsilon, epsilon 0 S. Bunun bircə dənə, bax bu ana düsturları götürsəz, bax bu 3 dənə düsturdur. 3 düstur. Bu düsturu qəşəngcə əzbərləsəz, qalan hamısı çıxarışdır. Qalanı bir-bir içindən çıxarda biləsiniz. Heç narahat olmayın ki, bunu bildim ya əzbərləməyə də gərək yoxdur. Bu belə. Sonra bura gətirirəm mən. İndi unu dedik. İndi gəl bir də Q-yə baxaq. Görək Q-nü nə edə bilirik? Məsələn, Q bərabərdir nəyə? S uya. Düzdür? Bax yenə bax buradan çıxdı. Buradan da Q bərabərdir. S-nin yerinə gətirirəm, bunu qoyuram. D-nin də yerinə bunu qoyuram. U-nun da yerinə bunu qoyuram. İndi Q-nün də düsturunu desək, Q epsilonla düz asılıdır, sahə ilə düz asılıdır, aradakı məsafə ilə tərs asılıdır. İndi bunu dedik. Burada əlavə bunu işləyəndən sonra bir də kondensatorların ardıcıl paralel birləşməsi var. Halınız qalıbsa onu da keçək. İstəyərəm onu da keçək. Bir dəfəlik birinci gün onu mənim tərəfimdə, ikinci gün təhvil verəsiniz. Olar? Hə. Onda indi onu qəşəng şəkildə izah eləyim, aydın şəkildə izah eləyim. Başa düşəsiniz. Sadəcə indi mən söndürüb sizdən yenidən link atacağam. Niyə? Çünki istəmirəm arada korlansın da, ya arada dayansın. Müvəqqəti olaraq bu gələcəklərə fikir verməyin. Başım açılan kimi düzəldəcəm inşallah da ara kəsilməsin. Oldu. İndi gözləyin, mən sizə link atıram.